Bakıda Novikovun yeni kafesi açılır və buranın mətbəxi bizə həvalə edilib. Gəlin görsədim. Biz Bakıda yeni açılacaq Novikov restoranındayıq. Baxın, təmir işləri gedir və bildirdiyim kimi, təmir işləri mətbəxlə, mətbəx layihələndirilməsi ilə birlikdə paralel getməlidir. Necə ki, bu gün burada bu qaydada gedir, paralel olaraq montaj işləri də gedir və qərara gəldik ki, bundan sonra bütün layihələrimizdə təmir işlərini və işlərin necə getdiyini sizə göstərək və Novikov kimi böyük proyekti sizə təqdim edirəm. Sizə açılışı da tam artıq hazır vəziyyətini də göstərəcəm və qeyd edim ki, artıq bir dənə də bir də böyük proyektimiz var. Oranın da təmiri ilə bağlı sizə məlumat verəcəm. Bu yaxınlarda bizi izləyin. Ümumiyyətlə qeyd edim ki, Novikov layihəsi çox maraqlı layihədir və burada ekskluziv olaraq Novikov restoranı üçün 4 ədəd gördüyünüz kimi hündürlük hardasa 4 metrə yaxındır. Şərab üçün soyuducu dolaplar veriləcək. Bunların montaj vaxtı da, montajın da çəkilişini sizə göstərəcəm ki, hamısını görəsiniz. Əgər siz də restoran, kafe və otel açmaq fikriniz varsa, bizə müraciət edin. Profitec şirkəti olaraq sizin xidmətinizdəyik.